Deməli, hər şeyi son momentə saxlayan biri olaraq bugün də sabahxanaya gedirəm. Dilbərcimin xınası. Bu dona rengi də çox gözəldir. Sadə çox gözəl. Peki bunu götürdüm belə qurt rengidir. Salam, hər vaxtınız xeyir olsun uşaqlar. Bugün video axşam saat inşallah ki 7-də paylaşılacaq. Və mən artıq yeni bir videonu çəkirəm. Bugün möhtəşəm bir xına günüdür. Vlogger arkadaşımın xınasına dəvətliyəm. Sizlə birgə keçirəcəyik bu günü. İndi salona gedirəm, hər şey götürmüşəm, çox qaçı-qaçısıyam. Saat 12-də salonda olmalıyam. Biraz həmşerim 8 yolda propka olur. İstəmirəm gecikim. Bugün məndə çox gözəl keçəcək. Daha sonra resmi ekranla görüşəcəm. Paltarım falan Jessica Couture'dan götürmüşəm. Əlavə nə detallardan olsa onda görərsiniz. İndi konuma baxmalıyım, sonra keçəcəm. Səsimizi yudub. Əsas hissə bitdi də, yəni gözümə durmuşum saçın yuyulmalı. Bundan sonra edəcəyimiz nə olacaq deyimsə, saç və makyaj. Bu arada Eres baxıb dayım, bilmirəm qeyd eləmişəm, eləməmişəm. Nəsə orada sizə çəkərəm, əsas hissələrini paylaşaram sizə. Belə. Makyajım bu şekilde oldu. Çok güzeldi. Aha, veririz, tamam. Ve Edes Baku'da Mayısa Hanım'ın əlişidir. Just wow, çok sevdim. Sevdiğim məqamlardan birisi oldu ki, çok qəşəng və tez işlədir. Geyimini böyük ehtimal giyməyəcəm. Çünki indi saat 3'dür, çox tez bitirdi. Mən bildim axşama kimi salondalarım. Və vaxt kifayət qədər var saat 6'ya. Ona görə də heç nə gedə bildik. İndi görək hara gedirik. Buranı biraz sizə çəkeyim. Və çıxdıq, gedirik. Nəsə gedək bir şey atışlar edək. Oyudu qardaşımın, adı tartı başımın. Hiç var sendədir. Bir dəqiqə damız okudum. Tamam. İnandım, tamam. Neyse dostlar, geldik. Vazgeçilmezimiz Mac'dır da bizim Mac KFC. Burada bir şeyler atıştırıp sonra bilmem harda mən geyimi dəyişəcəm. Artıq gəlinimiz oradadır. Çəkişə başlayıb. Biz də bunları tez atışdırıb qaçırıq. Hazırda gəldik, Dilbərimin xınasındayıq. Geyimim bu şəkildədir. Çox gözəldir, yəni çox bəyəndim. Çox xoşbəxt ol gözəlim. İnşallah sən Ürəyimdəki ən gözəl arzular sənə edirəm. Çünki tanıdığım ən səmimi blogerlərdən biri və bəlkə birincilərindən sən. Vibe'ını mən çox sevirəm. Hara gedirəm, mesela Aysun da ortaq dırnaq ustamızdır bizi. Həmişə oturanda danışırıq. Dilşad səmiyyətinə vibe'ını həqiqətən danışırıq. Çox gözəldir. Özümə çox yaxın görürəm sənə. Mən də. Xərçəngsən? Mən dosurucuyum. Sarıq var. Bəli, Oğlan evini görmək istəyirəm. Mən bilirəm ki, burada var. Bugün Hazreti Fatime Zehra anamızdan ebedi yadigar kalan kına nimetini gelinimizin parmaklarına çekeceğiz. Gelinle güneş kaynana. Gidin oğul kaynana. Dolgun oğul kaynana. Sizde ne var? Haydi söyle. Bana söyle. Aşkı söyle. Sizde ne var? Haydi söyle. Katrine dayanırsan tadında aram dünyana. Bir geçen alış isteyeceğim beğenmişim ve tortumuz kesilecek. Şahmat çamur olurlar. Kameracığım Dilber'e
ürək sözlərini alaq. Dilber ürək sözü bu ola bilər ki, analar sözü olmasın. Hər zaman bir-birlərinə can deyib can versinlər. Amin. Xoşbəxt olsunlar. Səni çox sevirik. Öpürəm səni çox-çox. Sözlərini alaq. İzləyicilərimi salamlayıram. Dilbərin demək istəyirəm ki, xoşbəxt olsun. Amin. İnşallah ki, etdiyi seçimdən heç vaxt peşman olmaz. Düzü biraz erkən evlənir. Amma öz seçimidir, yəni sayğılı. Seçim var, əlbəttə. Bu arada Sonra bir də gördüksən də getdim. mənim də şeyim var da, deyirəm always expect the unexpected. Yəni hər zaman gözlənilməz olanı gözləyin. Xoşbəxt ol. Hər zaman çox sev, çox sevil. İnşallah. Öpürük səni, dəvətin Sən çox sevirik, həqiqətən. Çox əyləndik, çox Dəyərlisən bizə görə. Sən də sevirəm. Mən də. İzləyirsən, qız izləyirsən, çox eşin şirin. Canlıda minə yaxın adam var idi. Hamıda heç kim tanımırmış mən Dilbərlə aramla. Mən də elədim. Mən izləyicilərimlə paylaşan deyirlər ki, rəfiqəsən deyirəm ki, Ha, mən hamıyla, mənə səmimi olan hər kəslə rəfiqəyəm. mən də. Xərçəng. Ay ya. Səmimi blogerlər başımızın tacı. Son bir dənə də bir şey deyim. İnşallah ki, bu videonu sənin toyunda qarşılaşdırıb paylaşarıq. Ay, inşallah. Qismət amma, qismət. Xeyirlisi, xeyir. Yəni- Uşaqlar, xınamızı bağlı elan edirik və evə gedirəm. Çox gözəl gün idi, dəhşət gözəl bir gün idi. Görüm gəlinimizi danışa bilirəm. Üstə nə yazmalıyam? Gözler. Veya. Burada ne seçeneği var? Videonun sonuna gəldik. Çox möhtəşəm idi. Hər şey çox indi düşünülmüşdü. Çox Ümid edirəm hər şey bəyəndiniz. əyləndik, çox gözəl idi. Bildirin. Bir bəyəndinizmi? Ay qız canlı partlayırdı. Çox qəşəng idi. Amma da heç kim aramızdakı şey bilmirmiş də belə enerjini, bilmirmiş. Amma dediyim kimi videonun başında da deyirəm, videonun sonunda deyirəm ki, Dilbə mənim ən əzizlərimdən biri. Seni kurban oluyorum. En güzeller sensin. Necə ayak yalın oynayalım inşallah. İnşallah xoşbəxt ol. Öpürəm səni. Bay bay.